Bakı şəhər üzrə Təhsil İdarəsinin tabeliyində 5 psixoloji-pedaqoji komissiya fəaliyyət göstərir. Kadrlar isə 238 nömrəli məktəbdəndir. Burada əsas məqsəd uşağın məhdudiyyətlərini deyil, potensialını görməkdir. Valideynlər bilməlidirlər ki, müraciət etdikləri zaman yaşadıkları və təhsil aldıkları rayon üzrə müvafiq komissiyaya yönləndirirlər. Bu bölgü işin sistemli aparılmasına, uşağın ehtiyaclarının daha operativ qiymətləndirilməsinə və valideynlərin vaxt itirmədən düzgün ünvana müraciət etməsinə şərait yaradır. Valideynlərdən xahiş edirik müraciət etməzdən əvvəl aid olduqları rayon üzrə komissiyanın qəbul günlərinin saatını, ünvanını dəqiqləşdirsinlər və həm də bu valideynin vaxtına qənaət edir, həmçinin uşağın qiymətləndirmə prosesinin daha rahat təşkil olunmasına kömək edir. Psixoloji tibbi pedaqoji komissiyada müayinə pulsuzdur. Proses müəyyən olunmuş qrafik əsasında həyata keçirilir. Sağlamlıq imkanları məhdud uşaqlara faktiki vəziyyətinə uyğun olaraq komissiya tərəfindən müvafiq qərar verilir. Qiymətləndirmə zamanı yalnız tibbi sənədlər deyil, uşağın davranışı, ünsiyyəti, öyrənmə bacarıqları, sosial adaptasiyası məktəb mühitində iştirakı nəzərə alınır. Qiymətləndirmə prosesində həmçinin valideynlər də iştirak edir. Burada valideyn əsas komissiya prosesinin əsas iştirakçısıdır. Valideynin məlumatı, müşahidəsi və razılığı uşağın düzgün yönləndirilməsi üçün vacib amillərdən biridir.